2026-cı il 2 aprel tarixində Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının, vitse-prezidentinin ikinci görüşü keçirildi. Görüşdə Azərbaycan Respublikasının baş naziri Əli Əsədov, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Qazaxıstan Respublikasının baş naziri Oljas Bektenov, Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri Alibek Kasmaliyev, Özbəkistan Respublikasının baş naziri Abdullah Aripov, Şimali Kipr Türk Respublikasının baş naziri Ünal Üstel, Türkmenistan Nazirlər Kabineti sədrinin müavini Nökərqulu Ataquliyev, həmçinin Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Ömür Aliyev iştirak etdilər. Görüşdə çıxış edən Azərbaycanın baş naziri Əli Əsədov Bişkek görüşünün çox tərəfli əməkdaşlığımızın institusional əsaslarının möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrimizin gücləndirilməsi baxımından çox səmərəli olduğunu bildirdi. Müzakirələr bir daha göstərdi ki, ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı etimad təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı üçün möhkəm əsas yaradır. Sonda görüşün nəticələrinə dair bir bəyanat qəbul edilib. Aprelin 2-sində Türk Dövlətləri Təşkilatının hökumət başçılarını qəbul edən Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına həm keçmişdə, həm də bugün mühüm töhfələr verib. Bu istiqamətin Azərbaycanın xarici siyasətində prioritet yer tutduğunu bildirən Prezident dedi ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa alternativimiz yoxdur. İqtisadi sahədə əməkdaşlığa toxunan İlham Əliyev bildirdi ki, biz təşkilata üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq. Bunun əsas hissəsinin Türkiyəyə qoyulan sərmayə olduğunu vurğulayan dövlət başçısı digər üzv ölkələrlə də qarşılıqlı sərmayə qoyuluşu prosesinin getdiyini vurğuladı. Nəqliyyat, logistika və tranzit sahəsində əməkdaşlıqdan danışan Prezident bildirdi ki, ölkələrimizdən keçən orta dəhliz hər birimizin marağına cavab verir. Orta dəhliz, Transxəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır və regional əlaqələri gücləndirir. İlham Əliyev bir daha qeyd etdi ki, Azərbaycanın təşəbbüsləri və investisiyaları bu prosesdə lider mövqe tutur. Çünki Azərbaycan bütün varlığı ilə Türk Dövlətləri Təşkilatının qüdrətlənməsinə çalışır və qurumun qlobal hədəflərinə töhfələr verir. Üzv dövlətlərin hökumət başçılarının Bakıda bir araya gəlməsi və Prezident İlham Əliyev tərəfindən qəbul olunması Azərbaycanın təşkilat daxilində əlaqələndirici və aparıcı mərkəzə çevrildiyini aydın şəkildə göstərir. Müasir dövrdə Türk dövlətlərinin birliyinin güclənməsi zəruridir. Prezident İlham Əliyev mühüm mesaj verərək bildirdi ki, Türk dövlətləri bir-birinin yanında olmalıdır. Türk Dövlətləri Təşkilatı qarşıdakı illərdə Avrasiya məkanında əsas söz sahibi, qərarverici iqtisadi gücə çevrilə bilər. Avropa və Asiyanı əhatə edən Türk dövlətləri böyük iqtisadi və siyasi potensiala sahibdirlər. Təhdid və münaqişələr fonunda Türk dünyası indiki mərhələdə heç vaxt olmadığı qədər birlik olmalı, hadisələrə aktiv və çevik reaksiya verməyi bacarmalıdır.